Oynaqlarım ağrıyır, dizlərim ağrıyır, əllərimi, qollarımı qaldıra bilmirəm. Bilsiz nəyə görə? Çünki sənin sümük və oynaqlarında lazım olan mineral maddələr yoxdur, lazım olan maye yoxdur. Bunun üçün ilk növbədə istifadə etmək lazımdır Cordyceps məhsulu. Cordyceps məhsulu bədənin sürəti deməkdir. Bu, damarlarda, oynaqlarda olan iltihabı bədəndən xaric edir. Təmizləmədən sonra proses belədir. Təmizləmə başa çatdırırıq. Onunla paralel glukozamin, xondroitin, sulfatı istifadə edirik. Bütün oynaqlarda olan mayeni bərpa edirik. Daha sonra əlində gördüyünüz iyonlaşmış kalsiyum. Bu üçlü dəst iyonlaşmış kalsiyum sizin bədəninizdə, sümüklərinizdə çatışmayan mineral maddələr bərpa edəcək. Çünki tərkibində 91 növ mineral maddə var. Bunlar dərman deyil, bunlar aptekdə satılmır. Bunlar tam təbii və iyon şəklindədir. Molekulyar şəkildə qana və sümüyə sovrulur. Heç bir əks təsiri yoxdur. Bu kompleksi istifadə edən həm bədən təmizlənəcək iltihabi prosesdən, həm sümüklərdə mayelər bərpa olunacaq, eyni zamanda sümüklər qidalanacaq.